Herkese salam. Deyim 20 variant sınav imtahanından birinci qrup sınav nömrə 3-ün izahına baxaq. İlk sualda sink oksid və silisium 2 üçün ümumi olan nədir? Natrium hidroksid ilə reaksiyaya daxil olur. Sink oksid amfoteroksiddə o qələvi ilə reaksiyaya daxil olur. Həmçinin silisium 2 də turş oksididir və o natrium hidroksidinə reaksiyaya daxil ola bilir. Buna görə 1 doğrudur. Su ilə reaksiya daxil olmur. Su ilə hər ikisi reaksiya daxil olmur. Xlorid turşusu ilə reaksiya daxil olur. Xlorid turşusu ilə sink oksid reaksiya daxil olur. 3 uyğun gəlmir. Cavab olur 1-2D variantı. Tərkibində 2 mol X və 1 mol sulfat turşusu olan məhlullar qarışdırıldıqda normal duz alınarsa X hansı maddələr ola bilər? Demək, sulfat turşusu H2SO4. Normal duz olması üçün H OH-a bərabər olmalıdır. Yəni burada 2H varsa götürülən belə deyək də, əsasın tərkibində də OH olmalıdır. Amma 2 dənə OH olmalıdır ki, H OH-a bərabər olsun. Əgər X 2 mol götürülübsə, demək, götürülən əsasların 1 OH olmalıdır ki, biz 2-ni 1-ə vuranda 2 eləsin. Bu da olacaq natrium OH, çünki 1 OH var. Barium hidroksidin 2 OH var. Biz əgər 2 mol barium hidroksid götürsək, bu artıq 4 OH deməkdir. Ona görə 1-i götürə bilərik. Həmçinin kalium OH 1 OH var. Yəni 2 mol kalium OH götürüləndə 2 OH olacaq və 2 OH 2H-a bərabər olduğundan normal duz alına bilər. 3-ü də götürürük. Kalsium hidroksid isə kalsium OH2. Bu da uyğun gəlmir. Cavab olacaq 1-3B variantı. Sonra 3-cü sual. Demək, 400 qram 25 faizli X tuzu məhlulu. 400 qram 25 faizli o deməkdir ki, burada 100 qram duz var. Əgər 400-ün 100-ü duzdursa, qalan 300-ü də olacaq su. Sonra bunun üzərinə M qram X tuzu əlavə olunur. Duzu duzun üzərinə gəlirəm. Və 40 faizli məhlul alınır. Kütlə payı bərabərdir. Sürətdə duzun kütləsini yazırıq. 100 plus M. Aşağıda isə məhlulun kütləsi, yəni 400 plus M. Vururuq da 100-ə. Buradan həll etsək, 10.000 plus 100M bərabərdir 16.000 plus 40M. 60M bərabərdir 6.000. M də bərabər olacaq 100-ə. C variantı. 4-cü. Natrium hidroksidi suda məhlulları verilib, suyun kütlələri bərabərdir. Məhlulun kütləsi Z böyük X böyük Y olarsa, məhlulların qatılıqlarını arasındakı münasibəti müəyyən etməliyik. Demək, məhlulun kütləsi deyir Z böyük X böyük Y-dir. Biz özümüzdən bir rəqəm yazaq. Tutaq ki, Z-ə yazaq 100, sonra X böyükdür. X-ə yazaq 50, Y-ə də yazaq 20. Suyun da kütləsi burada bərabərdir. Tutaq ki, hər birində 10 qram su var. İndi biz məhlulların qatılıqlarını müqayisə eləməliyik. Birinci omega 1 olacaq. Demək, əgər məhlulumuz 50-dirsə və onun 10 qramı sudsa, yerdə qalan 40 qramı olacaq duz. Məxrəcdə məhlulun kütləsi vururuq 100-ə. Bu edəcək 80%. Sonra omega 2, sonra da omega 3 hesablayacaq. Demək, omega 2 üçün. Əgər məhlulun kütləsi 20-dirsə, onun 10 qramı sudsa, onu da olar duz. Duz bölünsün, çünki kütlə payı tapanda duzu bölürük məhlula. Vururuq 100-ə, edir 50% də burada. Üçüncüdə 100-ün, məhlul 100-dür, onun 10 qramı sudsa, qalan 90 qramı duz olar, məhlulun da kütləsi bura. Müqayisə eləsək, 3 böyük 1-dən, o da böyük 2-dən, yəni Y variantı. Daha sonra 5-ci sual. Elektrolit verilib, dəmir 3 nitrat, yəni ferium NO3. Dissosiasiya edən zaman 1 dəmir 3 müsbət, 3 mol da NO3 mənfi iyonu əmələ gəlir. Demək, götürülən dəmir 3 nitratımız 0,5 moldur. Onun dissosiasiya dərəcəsi alfadır. Daha doğrusu alfası, yəni 60-dır.
Dissosiasiya dərəcəsi 60 o deməkdir ki, yəni 0.5-in 60% sərf olunub. 0.5-in də 60%-ni tapsın. Edir 0.3. Yəni 0.3 mol dəmir 3 nitrat sərf olunanda nə qədər anion əmələ gəlir? Anion mənfi yüklü iondur. 1 molundansa 3 mol. Buradan da x bərabər olur 0.9. Sonra 6-cı sual. Eyni mol sayda götürülmüş əsaslardan hansının 1 molun tam neytrallaşmasına daha çox nitrat turşusu sərf olunar? Demək, hansının OH-ı çox olsa ona daha çox nitrat turşusu sərf olunar. Necə? Məsələn, kalsium hidroksid. Kalsium OH2. Nitrat turşusu da HNO3-dür. Demək, tam neytrallaşma deyirsə HOH-a bərabər olmalıdır. 2 OH varsa gəlib burada da 2 H olar. Məsələn, kalium hidroksid. Bunun neytrallaşması üçün bir OH varsa 1 HNO3. Amma OH-ın sayı məsələn C variantı alüminium hidroksid. Neçə OH var? 3. Bunun tam neytrallaşmasına 3 HNO3. Yəni daha çox hansının turşuluğu çoxdursa, onun belə deyək də daha çox əsaslı olmalıdır ki, orada HOH-a bərabər olsun. Buna uyğun olaraq da cavab olacaq C variantı. Yəni OH-ı çox olana daha çox nitrat turşusu sərf olunar. 7. Hidrolizin tipi katyona görə, aniona görə. Hidroliz zəifə görə gedir. Biz zəifi katyon olanları seçəcəyik. Burada zəif dəmirdir və yəni hidroliz əsasa görə gedəcək. Çünki əsas olan hissəmiz metaldır. Metalda müsbət yüklü, yəni katyondur. X uyğun gəlir. Y isə anionu burada zəifə görə gedir. Zəifi turşu qalıqdır və turşu qalığı mənfi yüklü olur, yəni anion olmuş olacaq. A variantı uyğun gəlir. Suda məhluluna sabit elektrik cəryanı keçirdikdə katodda suyun reduksiyası, anodda isə suyun oksijenləşməsi baş verən duzları seçin. Suyun reduksiyası o deməkdir ki, katodda hidrogenə ayrılsın. Suyun oksijenləşməsi isə o deməkdir ki, anodda oksigenə ayrılsın. İndi hansının elektrolizində H2 və O2 alınır? Bu aktiv metalların oksigenli turşularının duzları, həmçinin florla olan duzlarında bu baş verir. Ona görə cavab olacaq 1 ilə 4. Sonra 9. Həll olma əmsalı 40 dərəcədə KH mindir. 300 qram 40%li X tuzu məhluluna neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlul alınsın. Demək, 300 qram 40%li o deməkdir ki, 300 qramın 120 qramı duz, qalan 180 qram isə sudur. İndi deyir ki, burada neçə qram su buxarlandırmaq lazımdır. Sudan nə qədərsə çıxırılır, yəni buxarlandırılır. Həmin temperaturda doymuş olsun deyir. Demək, 40 dərəcədə bizim həll olma əmsalımız 1000-dir. 1000 nə deməkdir? Yəni 1000 qram, KH 1000 o duzun kütləsini bildirir. 1000 qram duz, 1000 suda həll olur. Və sonda 120 qram duz nə qədər suda? 180 minus x. Buradan da x bərabər olur 60-a. Sonra 10. Maddələr doğru adlandırılmışdır. Hansı maddələr doğru adlandırılıb? Birincisi, dəmir 2 hidroksonitrat. Bu düzdür. Nəyə görə düzdür? İndi biz hardan bilək burada dəmir 2 valentli yoxsa 3 valentlidir? Dəmiri tapdığımız üçün dəmirə x yazaq. X bərabərdir. OH-ın valenti 1-dir. Biri 1-ə vurur. Yəni indeksi yoxdur. Biri 1-ə vuranda eləyir 1. NO3-ün də NO3 qalığı da 1 valentlidir. NO3-dən 1 dənədir. Yəni biri 1-ə vuranda yenə 1 eləyir. Toplayanda eləyir 2. Bu verir bizə dəmirin valentini. Metalın adı, onun valenti dəmir 2. Əgər OH 1 dənədirsə biz hidrokso deyirik. Sonda da turşu qalığının adı dəmir 2 hidroksonitrat olur. Sonra ikincisi. Kalsium 2 hidrosulfat. Kalsium sabit valentlidir. Orada 2 sözünü işlətməyimiz doğru olmaz. Biz ancaq valenti dəyişkən valentli elementlərin valentliklərini qeyd edirik. Amma sabit valentlilərdə demirik.
Kalium hidroortofosfat. Bəli, bu düzdür. Kalium H bir dənədirsə biz deyirik hidroortofosfat. 1, 3 doğrudur. 4. Xrom 3 hidroksixlorid. Aha. Burada ilk olaraq xromun valentini tapaq. Xroma X deyək. OH 1-dir, xlorun da valenti 1. X üstəgəl. OH-ın valentini vururam indeksinə 2. X bərabərdir daha doğrusu 2 plus xlor da 1-i vururam 1-ə eləyir 1, yəni 3 olur. Burada xromun valenti 3-dür. Bu düzdür. Xrom 3, amma hidrokso yox, dihidrokso. Əgər OH-dan 2 dənədirsə biz oxuyanda dihidrokso sözünü işlədirik. Dihidroksixlorid olmalıydı. Ona görə doğru variant olur A. Sonra 11. Hansı ifadələr doğrudur? HNO3 turş duz əmələ gətirmir. Bu doğrudur. Çünki turş duz əmələ gətirmək üçün onun əsaslığı 2 və daha çox olmalıdır. Yəni bir əsaslı turşular turş duz əmələ gətirmir. 1 doğrudur. Mis xlorid turşusuna reaksiya daxil olur. Xeyr. Hidrogenlə sonra yerləşən metallar, mis, civə, gümüş, platin və s. bunlar oksigensiz turşulardan hidrogeni çıxara bilmir. Buna görə bu getmir. Yəni bu yanlışdır. 5 mol HNO3, 3 mol kalium hidroksid ilə qarşılıqlı təsirindən normal duz əmələ gəlir. HNO3 və kalium OH. 3 mol budur, 5 mol budur. Bu doğrudur. Çünki bunun 3 dənə, yəni həm bunlar zaten ikisi də bir əsaslıdır. Kalium OH bir əsaslı, daha doğrusu bir turşulu əsas olduğundan əsasi duz əmələ gətirə bilmir. Bu da bir əsaslı turşu olduğundan turş duz əmələ gətirə bilmir. Bunlar ancaq normal duz əmələ gətirə bilərlər, kalium nitratı. Ona görə bu doğrudur. Sonra X verilib burada. Reaksiyasında X xlorid turşusudur. Burada bu H xlor ola bilməz. Nəyə görə? Çünki xlorid turşusu sulfat turşusundan zəifdir. O zəif olduğu üçün onu duzundan çıxara bilməz. 4 yanlışdır. Cavab olur 1-3 D variantı. 12. 20% natrium hidroksid məhluluna 100 qram natrium OH əlavə etdikdə 36% məhlul alınır. Alınan məhlulun kütləsini hesablayın. Biz ilkin məhlulun kütləsi bilmirik, X yazaq. X qram 20%-lidir. Əgər bunun 0.2 X-i duzdursa, X minus 0.2 X, yəni 0.8 X-i də sudur. Buraya 100 qramda natrium OH əlavə olunub. 36%-li məhlul alınıbdır. 36, yəni omega bərabərdir. Sürətdə duzun kütləsi, məxrəcdə isə məhlulun ümumi kütləsi X plus 100, vururuq da 100%. Buradan 20X plus 10.000 bərabərdir 36X plus 3600. X də bərabər olacaq 400-ə 12-də olur D variantı. 13. Hansı duzun suda məhlulun elektrolizində duzun kütləsi dəyişmir? Aha, duz olduğu kimi qalacaq. Məsələn, A variantında miski sulfat elektroliz uğrayır. Yəni burada katodda artıq mis ayrılırsa, demək ki bu duz parçalanır. Amma kalium nitratın suda məhlul elektrolizində kalium nitrat olduğu kimi qalır. H2-nin, yəni suyun elektrolizi baş verir yalnızca. Ona görə olur B variantı. Miski sulfatın suda məhlul üçün hansı ifadələr doğrudur? Elektrik cəryanı keçirir. Bəli, suda həll olan duz olduğu üçün o elektrik cəryanı keçirdi. Qələvi mühit yaradır. Miski sulfat belə yazılır. Mühiti qüvvətli olan tərəf yaradır. Bizim əsasımız zəifdir, turşumuz qüvvətlidir. Əgər turşu tərəf qüvvətlidirsə, burada qələvi mühit yox, turş mühit yaranır. 2 yanlışdır. Turş mühit yaranır. Bu düzdür. Kation sayı anion sayından böyükdür. Burada bir dənə mis iyonumuz var. Bir dənə də SO4 iyonumuz var. Yəni kation sayı anion sayına bərabər olur. Ona görə cavab olacaq 1-3. Metal OH3-ün nisbi molekul kütləsi 78-dir. Bu metalın oksidin nisbi molekul kütləsini hesablayın. Metal OH3. Bunun emeri 78-dir. Biz metalımızın kütləsini bilmirik. X yazaq. X üstəgəl. OH-ın kütləsi 16/1, 17, 3-ə də vururuq. 51. Bərabər olur 78-ə. Buradan X bərabərdir 27-yə.
Biz X-in kütləsini tapdıq. İndi bu metalın oksidinin kütləsini tapaq. Metalın valentini tapsaq, OH-ın valenti 1-dir. 1 vur 3 böl metalın indeksi 1-ə. Buradan tapırıq ki, metalın valenti 3-dür və yaxud da ki, neçə OH varsa o metalın valentini göstərir. Demək, metalımız 3 valentlidir. Onun oksidi deyirsə, yanında oksigen var. Oksigen də, oksidlərdə 2 olur valenti. Formulu düzəltsək, bu formada olur. İndi bizdən bunun nisbi molekul kütləsini istəyir. Metalın kütləsi tapdıq 27-dir. İndeksinə vururuq. Üstünə gəlirik, oksigen 16-dır. İndeksinə vurduq. Bu da edəcək 102. D variantı. 16. Hansı maddələr cütünü su ilə qarışdırdıqda eyni maddənin məhlulu alınmır? Burada N2O5-i su ilə qarışdırsaq HNO3 alınar. Yəni HNO3 suda məhlul olar. Bu da həmçinin. Yəni bu uyğun gəlir. Natrium oksidi biz su ilə qarışdırsaq, yenə natrium OH alarıq. Kalium hidridi həmçinin su ilə qarışdırsaq, buradan alırıq kalium OH. Eyni qayda üzrə kalium oksidi də su ilə qarışdırsa, yəni burada həmçinin hidrogen də alınır, amma əsas maddəyə baxırıq, kalium hidroksid alınır burada. Həmçinin kalium oksidi də su ilə qarşılıqlı təsirdə olan zaman kalium OH alınır. Amma NO su ilə reaksiya daxil olmur. Ona görə alınmayan yalnız 4 olacaq. Daha sonra 17. Reaksiyalardan alınan normal duzlardan hansılar suda yaxşı həll olur? Demək, birincidə HNO3 çıxıbsa qalır gümüşlə xlor və bu da çöküntüdür. Bu olmaz. Yəni X deyil. Sonra buradan mis SO4 ilə HOH-la su, buradan da mis2 sulfat alınır və bu çöküntü deyil, yəni suda yaxşı həll olur. Sonra buradan alınacaq barium nitrat, bu da yaxşı həll olur. Amma buradan kalsiyum 3, PO4, 2 alınır ki, bu da çöküntüdür. Çöküntü həll olmaz. Olacaq Y-lə Z, yəni B variantı 17-də. 18. Aniona görə hidroliz, kationa görə hidroliz. Hidroliz gedir zəifə. Demək, burada zəif olanımız turşudur. Turşu qalığı mənfi yüklüdür, yəni aniondur. Burada aniona görə gedəcək. İkincidə hər iki tərəf zəifdir. Hər iki tərəf zəif olanda həm kationa görə gedir, həm aniona görə. Üçüncüdə zəif olan tərəfimiz əsasdır, yəni metal, o da müsbət yüklü, yəni kationdur. Hidroliz kationa görə gedir. Dördüncüdə zəifimiz PO4 olan tərəf turşu qalığıdır. Turşu qalığı da mənfi yüklü, yəni anion olur. Cavab olur B variantı. 19. X qram 40%li kalium hidroksid məhlulu. X-in 40%-ni tapsaq. Bu eləyir 0,4X. Kalium hidroksid. Və 200 qram 49%li H3PO4. Bu da 98 eləyir. 98 qram da orta fosfat turşusu. Bunlar reaksiyada tam sərf olunur və normal duz əmələ gəlir. Kalium OH plus H3PO4. Normal duz əmələ gəlirsə, yəni kalium 3PO4 plus H2O. Bura 3 atırıq. Burada 3 atırıq, düzəlir. İndi maddələr reaksiyaya tam sərf olunur və normal duz alınır. X-i hesablayın. Yerinə qoyuruq. Kalium hidroksidin emeri 56, H3PO4-də 98. Kalium hidroksid 0,4X, H3PO4-də 98. Buradan da X bərabər olur 420-yə. Sonra 20. Demək, X plus ferrum SO4 məhlul. Demək, burada elə bir X metalı olmalıdır ki, o dəmir 2 sulfatdan dəmiri çıxara bilsin. Bu da elektrokimyəvi gərginlik sırasında dəmirdən əvvəldə yerləşən metalları seçməliyik. Qurğuşun dəmirdən sonradır, misdə, gümüşdə. Natriumdan reaksiyada sərbəst dəmir ayrılmır. Orada dəmir çöküntü, dəmir hidroksid şəklində ayrılır. Amma sinklə reaksiya gedən zaman buradan dəmir və sink SO4 alınır. Sonra 21. Eyni mol miqdarında götürülmüş hansı duzların tam dissosiasiyasından eyni sayda iyon alınır. Demək, birincidə bir dənə kalium, bir dənə NO3, yəni 2 iyon.
İkincidə 3 natrium, 1 PO4, 4 iyon. Burada 1 dəmir, 2 xlor, 3 iyon. Burada 2 NH4, 1 SO4, 3 iyon. Eyni alındı 3 ilə 4-də. Yəni C variantı. 22. Oksidlər nitratla, natrium OH-la daxil olsun. Y isə daxil olmur. Demək, həm turşu ilə, həm əsasla reaksiya daxil olursa bu amfoter oksiddir. Nə turşu ilə, nə də ki natrium OH-la daxil olmursa bu da duz əmələ gətirməyən oksiddir. Əmələ gətirməyən. Amfoter oksid deyəndə sink oksid, alüminium oksid, berilyum oksid bunlar nəzərdə tutulur. Duz əmələ gətirməyənlərim isə N2O, NO, CO, silisium oldu. Elə variantlara baxanda artıq bunları çıxıram. İndi baxaq, bu tərəfdə də natrium oksid əsasi oksiddir. Bizə amfoter oksid lazımdır. Karbon qazı turşu oksididir. Amma sink oksid amfoter oksiddir. N2O da duz əmələ gətirməyən oksiddir. Olur C variantı. 23. H2SO4 XOH2 reaksiyadan alınan turş duzun kütləsi. Demək, bizə sulfat turşusunu 49 qram verir. Biz bunu mola çevirək ilk olaraq. Yəni 49-u bölərik 98-ə. Bu eləyir 0,5 mol. 0,25 mol da XOH2-dir. Sonra biz bunları 0,5-ə ixtisar aparsaq, burada qalır. Daha doğrusu 0,25-ə bölək hər tərəfi. Burada qalır 1, burada da qalır 2. Yəni 2H2SO4-dür, 1 mol XOH2-dir. Demək, reaksiya 2-nin 1-ə nisbətdə gedir. Demək, buradan alınacaq turş duz deyirsə, XHSO4 yazırıq. Amma metal görür ki, burada 2 valentlidir. Bu da 1 olur. Onda XHSO4-dən 2, bir də su da çıxır. Başqa əmsallaşdırsaq, bura 2 yazsaq düzəlir. İndi bunu silək. Bizə başlanğıc maddələrin hər ikisini veribdir. H2SO4-ü tapmışdıq. 49 qram, yəni 0,5 mol. Digərini də 0,25 verib. Biz görək hər hansısa birindən artıq qalacaq. Ki hesablamaları artıq qalana görə yox. Yəni başlanğıc maddələrin hər ikisi veriləndə bu cür baxırıq. 2, 1. Sonra yuxarını aşağıya bölürəm. 0,5-i 2-yə böləndə edir 0,25. 0,25-i 1-ə böləndə 0,25 edir. Hər ikisi eyni alındığından hesablamanı hansına görə istəsəm edəcəm. Əgər hər hansı bir böyük alınsaydı, hesablamanı böyük olan yox, kiçik olana görə aparırıq. Çünki böyük alınsa o deməkdir ki, həmin maddədən artıq qalıbdır. Və biz də artıq qalana görə yox, tam sərf olunana görə hesablama aparırıq. Amma indi bunların ikisi də eyni alındığından hansına görə istəsə işləyə bilərik. Tutaq ki, sulfat turşusu ilə gedək. 2 mol sulfat turşusu reaksiya daxil olduqda amma ilk olaraq iç tənasüblə getmədən öncə XOH2-nin bizə emerini verib burada və 1 mol XOH2 X plus OH-ın kütləsi 17-dir, 2 də vuruq 34 bərabərdir 58. X bərabər olur 24-dür. Bu oldu X-in kütləsi. İndi bizə deyir, reaksiyadan alınan turş duzun kütləsini hesablayın. Biz yerinə yazsaq, bu turş duzun emeri nə qədər olacaq? Emer XHSO4-dən 2. X-in kütləsinin yerinə 24 qoyuruq. HSO4-ün kütləsi 97-dir. 97-ni də vursaq 2-yə elir 194. 24-ün üzərində 194 gəlsək elir 218. Bu oldu XHSO4-dən 2 dəfənin emeri. İndi o bayaq tapdığımız yuxarını aşağıya bölmüşdük ki, hansı maddə ilə hesablayaq. İndi onu əsasən hesablamanı aparırıq. 2 mol sulfat turşusu reaksiya daxil olduqda alınıb 1 mol, yəni 218 qram XHSO4 2 və 0,5 molundan nə qədər alınacaq? Y. Çünki bizdə reaksiyadan alınanın kütləsini istəyir, onun emerini istəmir. Buradan Y bərabər olur 54,5-ə. Sonra 24. Mis-2 sulfatın suda məhlul elektroliz zamanı katodda 1 mol maddə alınmışsa, anodda ayrılan qazın həcmini hesablayın. Mis-2 sulfat. Suda məhlulun elektrolizi dediyi üçün üzərinə su gəlirik, alınır mis, oksigen, sulfat turşusu. Elektroliz məsələlərini
Əmsallaşdıranda suyun qarşısına 2 atsaq, qalanlarını rahatlıqla nə edirik? 2, 2 düzəlir. Demək, katodda alınır mis. Əgər katodda 1 mol mis alınmışsa, anodda ayrılan qaz 2. 2 mol mis alınanda 1 mol, yəni 22,4 litr oksigen ayrılır. Buradan da x bərabər olur 11,2. Sonra 25. X maddəsi üçün hansı ifadələr doğrudur? Burada 3 natrium NO3 çıxıb, onda yerdə qalır. Alüminium hidroksid, alüminium OH3. 3 turşulu əsasdır, bəli. Suda yaxşı həll olur, xeyr. Bu ağ həlməşiyə bənzər çöküntüdür. Amfoter hidroksiddir, bəli. Qızdırıldıqda parçalanır, bəli. Bu da doğrudur. 1, 3, 4. 26. Mis 2 oksid və XO2. 1 mol budur, 2 mol da budur. Kütlələri cəmi 200-dür. Demək, bunun 1 mol emeri olur 80 üstəgəl. XO2-nin kütləsini, X-in kütləsini bilmirik. X yazaq, oksigen də 16 vur 2, 32. İndi qarşısında əmsal var, ona da vururuq. Vurub atsaq olur 2x plus 64. Yerinə yazaq 2x plus 64. Bunlardan hamısının cəmi bərabərdir 200-ə. Buradan da x bərabər olur 28-ə. Sonra 27. Reaksiyanın alınan duzun tipi. Turş, normal, əsasi duz. O zaman turş duz alınır ki, HOH-dan böyük olsun. Normalda HOH-a bərabər olur. Əsasi də OH-dan böyük olur. İndi birincidə 3OH, 2H var. OH-dan böyükdürsə əsasi duz. B-də 2OH var. 2 dənə də H-ımız var. Yəni bu 2-ni 1-ə vuranda 2 dənə də H olur. OH H-a bərabərdirsə normal duz. Burada 2OH var. Burada isə 6H var. HOH-dan böyükdürsə olacaq turş duz. D-də 1OH, 2H. H böyük olduğundan alınacaq turş duz. Sonra burada 2OH var, 2H var. H var. HOH-a bərabərdirsə olacaq normal. Sonra 28. Natrium, dəmir, 3 sulfat. Bu formulu özümüz düzəltməliyik. Natrium, dəmir və sulfat deyir. Dəmir 3 sulfat deyirsə, burada dəmirin valenti demək 3 olmalıdır. Natrium isə 1-dir. Demək, bunu elə bil ortadan bölürük. Burada cəmi nə qədər valentimiz var? Valent cəmi 4-dür. SO4-ün valenti isə 2-dir. Biz bunun da 4 olması üçün SO4-ü mötərizəyə alıb 2 yazırıq ki, sol sağa bərabər oldu. Yəni, əsas hissə, metal hissə 4, turşu qalğı olan hissə də 4-ə bərabər oldu. Yəni, formulumuz natrium, ferium, SO4-dən 2 formasında olur. İndi bu maddənin də adını oxumalıyıq. Bu olacaq magnezium, hidroksu sulfat. Nəyə görə dihidroksu demirik? Bu 2 SO4-ün valenti olan. SO4-ün valenti 2-dir. Yəni bu 2-ni buradan silirik, çünki onun valentidir. Oxuyanda magnezium hidroksu sulfat şəklində oxuyacaq. 29-da natrium sulfatla barium xlorid məhlulları arasında gedən reaksiyanın molekulyar tam ion və qısa ion tənliklərini yaz. Natrium sulfat, yəni natrium 2 SO4 və barium xlor 2. Alınır buradan natri xlor və barium SO4. Əmsallaşdırsaq, natri xlora 2 yazırıq, düzəlir. Bu olur birinci. Sonra bizdən istəyir tam ion tənliyi. Yəni bunları ionlarına ayırırıq. 2 natrium, müsbət, üstəgəl SO4, 2 mənfi, plus barium, 2 müsbət, üstəgəl 2 xlor, mənfi alınır. 2 natrium, müsbət, 2 xlor, mənfi, plus barium SO4 çöküntüdə ona toxunmuruq. Bu oldu tam ion tənliyi. Sonra artıq burada eyniləri silsək, sağdan və soldan. Natriumlar gedir, xlorlar gedir. Yerdə nə qaldı? Barium 2 müsbət, üstəgəl SO4 2 mənfi. Alınır barium SO4. Bu isə olur qısa ion
tənliyi. Sonra 30. Sink lövhəni dəmir 2 sulfat məhluluna saldıqda kütləsi 4,5 qram azalmışdır. Reaksiyanı yazırıq. Demək, sink lövhəm dəmir 2 sulfat salınır. Buradan sink dəmiri çıxarır. Əvəz etmə reaksiyasıdır. Kütlə 4,5 qram azalmışsa, ilk olaraq bizdən reaksiya tənliyini istəyirdi. Onu yazdıq. Bu birinci. Reaksiya sərf olunan sinkin kütləsi. Əgər lövhə 4,5 qram azalıbsa, neçə qram sink sərf olunur? Bilmirik. İndi lövhəmiz 65 idi, sonra olub 56. 65 çıx 56. 9 qram azalıb. 9 qram azalma olanda nə qədər sink sərf olunub? 65. Buradan da hesablasaq x bərabər 32,5. Bu da olur ikincinin cavabı.